Əgər bir şəxs Ramazan ayının hörmətini qorumasa, Ramazan ayına dəyər verməsə, hədislərdən əldə olunan nəticə bundan ibarətdir ki, həmən şəxsin özünün uca Rəbbimizin yanında heç bir dəyəri yoxdur. Bizim şəriət kitablarımızda hətta bir şəxs üzürlü səbəblərdən oruç tuta bilməsə belə, xalq arasında açıq-aşkar şəkildə yeyib içməsi kərahətli buyurulub. Adam müsafirdir və yaxud da hər hansı bir xəstəlik ucbatından, yəni şərii üzürü var. Oruç tutmağa mükəlləf deyil. Lakin böyüklərimiz buyurublar ki, yaxşı olar ki, həmin şəxs Ramazan ayının hörmətini saxlasın, cəmaat içərisində, xalq arasında yeyib içmək və orucluğun şəninə nöqsan sayılacaq hər hansı bir işdən mütləq şəkildə uzaq olsun. Bunun mənası, əzizlər, Ramazan ayına verilən qiymətdir. Peyğəmbər əleyhissalam sahabələrindən birinə belə buyurur: sənə oruç tutmağı tövsiyə edirəm. Çünki o, Allaha yaxınlaşmaq üçün bir vasitədir. Bu hədis onu göstərir ki, oruç tutmaq vasitəsi ilə biz Allaha yaxınlaşa bilərik. Hədis kitablarında Allaha yaxınlaşmaq üçün barmaqla sayılacaq bir neçə əməl qeyd edilib. Doğrudur, savab əməllərin sayı yüzlərlə, minlərlədir. Ümumiyyətlə hesaba gəlməz. Çünki insan niyyətini xalis elədiyi, təmiz elədiyi təqdirdə gördüyü hər bir iş onun üçün savabdır. Məsələn, evindən çıxmısan, gəlirsən məscidə, niyyətin budur ki, ibadət edim və ya Allah evində hər hansı bir iş görüm, evinə qaydana kimi savabım var. Və yaxud elm ardınca getirsən, evinə qaydana kimi savabım var. Bunlar hamısı Peyğəmbərimizin, o cümlədən məsum imamlarımızın mübarək kəlamlarında öz əksini tapıb. Amma hər bir savab əməl heç də bizi Allaha yaxınlaşdırmır. Yəni, xüsusi ibarə formasında deyilməyib ki, məsələn, filan əməli eləsəniz, Allaha yaxınlaşarsınız. Yalnız bir neçə əməl haqqında biz hədislərdə bu ifadəni görürük. Deməli, hansı əməl haqqında Allaha yaxınlaşmaq ifadəsi varsa, o əməlin dəyəri uca Rəbbimizin yanında xüsusiyyət kəsb edir. Və o əməllərdən də barmaqla sayılacaq məhz orucluq ayıdır, hansı ki, Peyğəmbər əleyhissalamın bu mübarək kəlamında biz onu gördük.